Bakı şəhəri Binəqədi qəsəbəsində 182 saylı orta məktəbi yaxında 4 sotun içində tam paket kubçalı fərdi yaşayış evini çəkirsə göstərirəm. Bu həyətyan sahəsidir. Həyətində palma ağacları əkilib, besetkası var. Burada da gül ağac əkilib belə. Evin hər 4 tərəfi açıqlıqdadır. Ev yerdən 4 daş kürsülüdür. Bu evin hər tərəfi açıq. Evdə kombi sistemi var. Arkada əl damısı var. Bu evimizin holudur. İki geniş holu var. Solda salon üzerimiz yerləşir. Hamam otağı yerləşir. Burada koridorda da var. Geniş hamamda belə. Kabin götürmüş asma tavan. Bu holumuzdur, ışıqlı holdur belə. Yəni daxil olan sağ tərəfdə yekə mətbəxli yerləşir. Artıq mətbəx belə deyəndə sizə olar 30 kvadrat rahat. Çox olar ki, az olmaz. Bu da mətbəximiz belə. Bu həm mətbəx, həm də belə xuna salonu kimi də belə. Çox genişdir. Pollar taxtadır. Pol hissəsi metlaqlı yeri. Onu qeyd edim ki, bu evin elə bir ki, orta divarları cütdaşdır. Qapılar hamısı ağac materialından hazırlanır. Kondisioneri var. Bu zalımızdır. Onu qeyd edim sizə. Salon pəncərəsi öz həyətinə baxır. Sal belə də çəkim sizə. O yataq otaqları çox genişdir hamısı. Bu bir yataq otağıdır. Bu ikinci yataq otağıdır. Evdə müəyyən əşyalar da saxlanılacaq. Bu da üçüncü yataq otağımızdır. Evin yaxınlığında 161, 133 nömrəli və 108B nömrə marşrut avtobuslar işləyir. Çox yaxşı, gözəl təmirli evdir, şəxsi də evdir. Bunun üstündə ikinci mərtəbəni tikmək olar. Yəni ev tikintisi ona imkan verir. Bu evlə maraqlananlar aşağıda qeyd olunan nömrələri əldə saxlaya bilərlər. Dosta qarşı qismət olan nömrədir.